Uyğunluğu müəyyən edin. Yetişdikdə meyvə yanlığı quruyur, çatlayır və açılaraq toxumlarını ətrafa səpələyir. Deməli, bizə uyğunluq deyirsə əgər, bir gilə meyvə göstərilibdir. Görürük burada. Gilə meyvədir. Və 2 buynuz meyvədir. Toxumlar ara kəsmədə yerləşirdi. Buynuz meyvə. Yetişdikdə çatlayıb yayılan A 2-yə aid olacaq. Badımcan bitkisində rast gəlinir. Bəli, badımcan gilə meyvədir. O da belə deyək ki, 1B olacaqdır. Meyvə yanlığı qurudur. Quru meyvə yanlığı buynuz meyvəyə aiddir. C bura aid olacaqdır. Toxumlar taycıqlardakı yuvalarda yerləşir. Bu heç birinə aid deyil. Çünki bu taycıqlarda paxla meyvələrdə yerləşirdi. Ona görə də paxla deyəcək biz buna. Toxumlar arakəsmə üzərində yerləşir. A, C, E olacaqdır. Deməli, 1B, 2A, C, E olaraq qeyd olunacaqdır.